en çətin fən odur. Hani bir dəqiqə dayan. Buyurun tutun zəhmət olmasa. Bu nədir? Mel, Mel nədir? təbaşir. Nə edəcəyəm bunu? Zəhmət olmasa bir dənə kürəyimə kvadrat çəkin. Nə? Kvadrat çək. Çətin kvadrat. Bəli, çəkmişəm. İndi o kvadratın içində həm üfüqi, həm də şaquli xətt çək. Aha, çəkdim. Deməli, balaca kvadrat yarandı. Bəli. İndi o kvadratın içində 1, 2, 3, 4 rəqəmlər. Aha, yazdım. İndi o kvadratın çölünə aşağıdan yuxarı doğru A, B, C, D yaz. Aha, bunu da yazdım. Deməli, orada C3 kvadratını tapın. Tapdım. Qadan alım. Oranı qəşəng qaşıdana ölürəm bəyəxtdan. Agol! Ha? Agol! Demek, selamünaleyküm. Salam. Beşe üstünde 100 gram araq olar. Məzələn sən məndən. Məndə araq var, görmüsən qoyun otarım sahərə. Yaş qadınam, yaş. Demek, beşe 100 gram araq olar. Ay, sən nə sırtıq adamsan? Bəyək demədim mən yoxdur. Yer gedə buradan. Yer get buradan. Aran seydə bu. Akoy. Yoncan yiyib köpəyə gətirik. Bir bəyin altına, pahalan da demək, beşe 100 gram araq olar. Nəhlə sənə çox şeytan. Bax, sənə axırıncı səfər deyirəm. Sən bir də gəl məndən araq istəsən, səni o qulaqlarından bu ağaca mismarlayacağam. Get buradan. Səpiş məni gezdirir, bir sən kəsəcəm dayan. Ağaca durma. Yenə nə gəldin? Qadınam, bir dənə söz deyim ama incimə. Xahiş eləm evlənmə, bir dənə söz deyim. Beş yaşında mismar olar. Nə gəzirəm mismar üstümdə? Yoxdur. Bəs çəkiş ola bəşə, çəkiş. Saçışım da yoxdur. Yoxdur abi, laf yaxşı. Beşe ondan 100 gram araq olar. Şimdi riyaziyyatda en çətin fən odur. Hani bir dəqiqə dayan. Buyurun tutun zəhmət olmasa. Bu nədir? Mel, Mel nədir? təbaşir. Nə edəcəyəm bunu? Zəhmət olmasa bir dənə kürəyimə kvadrat çəkin. Nə? Kvadrat çək. Çəkdin kvadrat. Bəli, çəkmişəm. İndi o kvadratın içində həm üfüqi, həm də şaquli xətt çək. Aha, çəkdim. Deməli, balaca kvadrat yarandı. Bəli. İndi o kvadratın içində 1, 2, 3, 4 rəqəmlər. Aha, yazdım. İndi o kvadratın çölünə aşağıdan yuxarı doğru A, B, C, D yaz. Aha, bunu da yazdım. Deməli, orada C3 kvadratını tapın. Tapdım. Qadan alım. Oranı qəşəng qaşıdana ölürəm bəyəxtdan. Yaxşı, narahat olma, yaxşı. Bildim hamısını olacaq, hamısı olacaq, narahat. Heç səbr ver, sən bir səbr ver. Ya. Bildim aşk, yox, elə deyil, yox. Aha, bildim, narahat olma aşkım. Hamısı olacaq. Alo, səsin gəlmir, 40 gəl səsin. Alo. Bizləri ver ata, nə var edim mən? Fatih, dərdəsən? Ay, nə olur? Mənə kefsiz gəlir. Bilmirsən, mən 2 gündən sonra evlənməm axı. Hə, bilirəm, mənə təbrik edirəm, dəvətnamən də gəlib çıxdı. Sən şanslı oğlansan, sən bilsən nətər kimin qızını alıbsan özə? Şanslı olmağına şanslıyam, o baxımdan düzdür. Prosto, mən özüm bilirsən də 2 ildir bundan danışıram, görüşürəm də, telefondan bütün günü danışıram. Amma bunun səsini kəsə bilmirəm, bütün günü danışır, dır, nə qədər danışma olur. Axırda adboy verirəm, bezirəm. Burada nə var ki, dayı?
Əgər sevgilisizsə, danışmaq normaldır. Sevgililər danışır da bə. Orası elədir, düzdür. Bax indi mən bundan danışanda bunun səsini, no knopkasını basıram, bunun səsini belə kəsirəm. Mən bir şeyə çatdım ki, mən evlənəndən sonra bunun səsini nətə kəsəcəm. Yaxşı qanacaq, babanın sözünə qulaq as, qanacaq. Ha baba ben varım. Ay Emiris, qaç gizlən, qaç gizlən. Niye ay baba niye cüzdanmış? Abala, görmüşsən ki, müəllimin gəlir oradan. Hər 2-3 gündə dərsə getmirsən, qaç gizlən lan ha. Yok ay baba ben yok sen kaç cüzdan. Niyə qadağan, niyə? Yok ay baba ben müellime demişəm ki babam rahmet edib ona göre 3 gündür məktəbə gəlmirəm. Qadan almışsan kaç cüzdan. Mən ölmüşəm, qaç. Akoy, akoy. Hamınızı satacağım, hamınızı. Edirsiniz demə. Ay baba, ay baba. Ay baba. Vay gördümün işini geldik qadan qalır. Geldim məktəbdən. Bu işərin qadan qalır. Sənin yaraşını yiyeyim. Şikir balam. Hə, məktəbdə də qızlar hamısı mal edir ay baba. Tandı balam, tandı. Ne yaxşı gəlmişdin qadan qalın bura. Ne yaxşı gəlmişdin. Niyə becəkmən? Gibi qismət söylə ki, qadan qalın. Hadi gel oxuyacağım burada. Balam ne yaxşı da ayaqda duram. Ay baba, Qadan qalın. Allah sənin canına sağlıq. ay baba, sən tarixi yaxşı bilirsən? Belə də, babaq cavanlıqda qəşəng tarix oxuyub, qəşəng tələbələr zalı var. Ay baba, müəllim mənə tarixdən suallar verir. İstəyirəm mənə köməklik eləsə onun cavablarını. Bir qadağan, bir tarixi mən də yaxşı biləm, hadi gəlsin. Baba, Şah İsmail Xatay neçənci ildə anadan olub? Hə, deməli, bilmirəm. Hə, bəs Türkmənçay müqaviləsi neçənci ildə bağlanıb? Bilmirəm. Ay baba, Nizami Gəncəvin neçə əsəri olub? Deməli, bilmirəm. Ay baba, bir də Nizami Gəncəvi haralıdır? Bir şey də var. Ne yalan deyim, bilmirəm abala. Ay baba, bir dənə də sual vermişdim müəllim. Gəncəvin ilk adı nə olub? Bu bilməyənə var ki. Amma bilmirəm, yadımdan çıxır. Bəs bu Cavad xan neçənci ildə rəhmətə gedib? Bilmirəm. Ay baba, suallarımla yormadım səni. Yox, qadağanım, yox. Sən soruş ki, öyrənəsən. Babandan da öyrənməyəsən, kimdən öyrənəsən? Babaqdan öyrənməlisən, bana babaqdan. Hacı mən sizin yanınıza gedirdim məktəb, o da dedi incədən çıxıblar. Hə, dərs qutarır, evə gedirəm. Nə lazım idi? Ay müəllim, Əlifsatın atasıyam. Uşaq dedi ki, Fazil müəllim sizi çağırır məktəbə. Hə, Əlifsatın atası. Hə. Ay müəllim, sən qadan qalın. Mənim oğlum nə iş görür ki, məktəbə çağırırsınız məni? Sizin oğlunuzdan çox şikayətçiyəm. Dərslərini oxumur. Aha. Üstəlik tez-tez də dəcəllik eləyir. Aha, demək dəcəllik də edirmiş. Ən əsası da tez-tez öz sinif yoldaşlarını döyür. Hətta öz sinif yoldaşlarını döyür. Aha. Biz bu məsələyə bir yol tapa bilmədik. Düşündük ki, nə eləsə öz valideyni, öz atası bir yol tapa bilər. Bəli, mən bilirəm ona nə edəcəm. Nə edəsiz? Oğlumun cib xərcliyini 2 qat artıracağam. Çünki mən dediklərimi birə-bir eləyibdir. Başa düşmədim. Siz oğlunuza məktəbdə bunları eləməyini deyibsiz. Siz necə bir valideynsiniz? Bax gözəl müəllim, mən uşaqkən dayanmadan, yorulmadan, eşşək kimi oxudum evdən məktəbə, məktəbdən evə. Nə dəcəllik elədim, nə adam döydüm, nə şuluqluq elədim. Oxudum, diplom aldım. Amma indi taksi işləyirəm. Günü 3 manata, 5 manata. Amma mən oğlumu belə böyütməyəcəm. Çünki mən məsləhətli bir valideynəm. Nə? Hə, bir də yaxşı yadıma düşdü. Oğluma demişdim cibinizə bir şey töksün. Görün tökdümü cibinizə? Halal olsun oğluma. Bax, dediyimi birə-bir eləyibdir. Heç gör başqa uşaqlar ataların sözlərini eşidirlər. Halal olsun. Mən fəxr edirəm oğluma. Sen hamımızı satacağım, bir satacağım. Yığılsın ısıkta. Ya cavanlık ha cavan. Ay baba.
Salam ay baba. Uy qadağanım, ay gözümün işığı mənim. Ay baba, sənin qadanalım. Sağ işim düşüb, mənə bir 500 manat pul lazımdır. Uy qadağanım, 5 manat nədir? Araba tükürür. Hala, 20 manat. Get kaçta? Sağ ol ay baba, qadanalım. Ay baba, bir sual verin də sağ ola. Hadi qadağan, de. Ay baba, səndən 5 manat istəyəndə 20 verirsən, 20 istəyəndə 50 verirsən, 50 istəyəndə 200 manat verirsən. Sən bu boyda pullar hardan alsan belə? Çabaqlığa ver deyəcəm deyirəm. Deməli belə, 1945-ci illər idi, o vaxt müharibə vaxtları. Bir dənə Rus əskəri qaçıb gəlmişdi bizim kəndə. Bu gələn Rus əskəri də çiynində bir meşoy qızıl qəhvik gətirmişdi. Dedi ay baba, məni gizlət, hər gün sənə bir qızıl verəcəm. Ay baba, ben 45-ci ildə olaq, indi 2023-cü ildir. Gör neçə il keçib üstündən. Birləmə qalan alım. Prosto mən buna deməmişəm ki, hələ müharibə qutarıbdır. Dedim qoy meşodakı pul qutarsın, sonra. Yaxotda görsəm oxuyur Yaxotdanı. Xotam mı? Nə bilən deyə xotam mı? Aç, sən get arağını, sən nə bilirsən, maşını nətər çaldın? Bilən mən nə olubsa o maşına. Aç, sən Allah çıx get, qoy işimizi görək. Sən deyirəm mən köhnə maşın ustası olmuşam. Mən bilirəm o maşına nə olub. Ay, mən nə paza Abi düşmək. dayan dana koy bir baksın belki başı çıkıyor dediğim maaşı satayım. Gel bakıyorum. Gəl gülüm, gəl. Mən bildim bu maşına nə olubdur. Nə olub ki? Heç də maşın xarab olub, xarab. Hə qadanam, bu gördüyünü bizim paraşütdən tullanmaq təlim mərkəzidir. O gördüyün də o belindəki də paraşütdür. Bax, birazdan sənin təyyarə var, o gördüyün təyyarə. Səni qaldıracaq göyə. Göydən səni tullayacaq. Mən də yerdən aşağı sağa belə baxacağam. Hə, yenə deyirəm, yerdən göyə sağa baxacağam. Hər şeyi qiymətləndirəcəm. Paraşütü işlətmə qaydalarında sənə başa salın. Deməli, göydən tullandın, ona kimi ürəyində saysan. Ona kimi saydın, tamam oldu. Hə, gördüyün burada ip var. Bunu belə çəkirsən, paraşüt açılacaq. Amma yaddan çıxartma, ha. Ona kimi ürəyində saysan. 10 olan kimi çəkərsən. Yaxşımı? Abdullah, ay sağ ol. Ha, ona kimi say, say, say. Say. Ay say. Ay, ay, ay aç paraşütü. Ay açsın, açsın. Ay, ay çək, çək. Ay. Kız. Pəltəymiş, hə. Natiq. Amerikadan hava gəlsən. Elə dünən axşam gəldim. Hə, lap yaxşı, xoş gəlirsən. Nətərdir orada, işlər güclər nətərdir? Yaxşıdır qaqa, şükür Allah, hər şey qaydasındadır. Allah sənin canını sağ eləsin. Demişdim 2 gün Amerikaya gedirəm, amma ingilis dilini bilmirəm. Hə, yadımdadır. Mən də sənə dedim ki, ingiliscə bilməyə ehtiyac yoxdur. Hər cümlənin sonuna ding, mink, link qoy, ingiliscə olacaq. Yadımdadır demişdim. Vəbşim, Amerikaya çatdım, mən uzaq yol gəlmişəm. Sudan yanım, neçə saatlı yollarda. Oturdum bir kafeye, gördüm bir ofisant gəldi. Aha. Ofisanta dedim ki, zəhmət olması link, mənə bir çanlik link, çay gətir link. Aha, sonra? Heç ofisant çay gətirdi qoydu. Axır ofisanta dedim ki, ofisant link. Gördün link, mən sənə necə ingilis dilində danışdım link. Hə, və ofisant nə dedi? Ofisant da dedi ki, mən Azərbaycanlı olmasaydım, amma vaxt de çay içəcəkdin link. Bu neyir?
yox, bundan soruşacağım, o niyə elə gəzir? Salam ay qardaş. Salam ey. Qadanam, olay sabit sual verim. Buyur ver. Qaqa, xətrinə dəyməsin bir söz deyəcəm. Sənin başın işləyir. Ona danışıq, nə deyəsən, işləyir, işləmir ki. Yaxşı, sən dəlixanadan zaten qaçmırsan. Yox. Ay sən qadanam, bayaqdan arxandan gəlirəm. Və sən niyə belə gəlsən? Körsən görüm, sən uşaqlarla parkdan gəlirəm, uşaqları gəzdirməkdən gəlirəm. Mənlə məzələnsən sən, burada şox var. Körsən görüm, sən uşaqları. Uşaqlar parkda qalır. Mən lağıracam, Allah'ım. Bizim ana nə qədər var yer satmalıdır. Bilsəydim maşınla gedərdik. Belə yaxşı, gəzirik ana. Qaqa, bəlkə oyun oynayaq gedə-gedə. Gətir onu. Mən sənin belinə minəcəm, sənin belində mahnı oxuyacağam. Sən də məni aparacaqsan. Mahnı qutaranda belindən düşəcəm. Sonra sən mənim belimə minəsən. Mən səni aparacağam, sən mahnı oxuyasan, mahnı qutaranda düşərsən. Yaxşı? Yaxşı, mən razı. Onda birinci mən minəm. Yaxşı. Pəncərədən daş gəlir, ay bəri bax. Umar gözdən yaş gəlir. Ay bəri bax, bəri bax. Benim qırıldı, sən nə çəkil olsan ha? İndi mən lövbəmdir. Elə bir maraqsız oyun deyilər, bəlkə oynamayaq. Yox, nə oynamayasın? Qəşəng öldü, gəl görməyə məni. Yaraman aman, yaraman aman, ay aman aman, ay aman Qutarmadı mahnın. Yox, hələ mahnının yarısına çatmışıq. Hələ qabaqda deda 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 ay deda Hiç cəhənnəm ol, bu da. hələ çıxabazlıq eləmə. Hiç cəhənnəm ol. Hangi? Salam ay baba. Oy, qadan alım, baba. Nətərsən ay baba, səndən çıxmayan işdən yaxşı parka gəlibsən. Qadan alım, mal bazarla gəlirəm. İt almağa getmişdim. Elə iti evə qoydum, gəldim mən də parkda bir təmiz hava alam. Yoxsa çıxa bilmirdim. Mən iti evə qoymuşam arxayla. Qadan alım. Hə, lap yaxşı ay baba, neçə aldın kiti? 1000 manat aldım, abara qadan alım, 1000 manat. Ay baba, 1000 manata nətər it alırsan sən, onun nə özəllikləri var? Qadan alım, dil bilirsən ha. Bax, evə zəngilər it götürəcək telefonu. Ay baba, həqiqi sən zəng eləndə it götürür. Bəli, nə? Bir dənə zəng elə bilərsən baxa. Bir dəqiqə qoy, məşqi zəngiyim deyir ha. Bir dəqiqə bir ha. Bax, zəngiyirlər. Açdı. Məşqə. Alaş, qadağam, sənsən. Nədənsin başına dönür? Alaş, qadağam, evdə kimsə var? Nə varlar ha? Alaş, qadağam. Nə? Nə vaxtda? Yaxşı Alaş, ad boy ver. Məsmən, sənin başımı kəsəcəm. Ay qadağaysan, görüşə gedirəm, nə qızla görüşüm var. Duxundan acana vurum mənə, məndə qutarıqdır. Açana vuracaqsan sən götür oraları. Sağ ol Ayqa. Vallahi. Ay, Nə olub hə? Niyə ağlayırsan? Nə olursan? zərli şalal ayrılmışam. İçmişəm ki, dərdim unudum. Çox pis vəziyyətdə. Yox, bəs siz
nişanlıydınız, özü bir-birinizi sevirdiniz. Bu gün sabah da toyunuz olmalıydı. Nə oldu birdən-birə? Düzdür ağa, evlənəcəkdik. Amma sana bir sual verib kişi kimi düzün cavab verəsən. Buyur, eşidirəm. Sən zərnişən yerində olsaydın, işləyən, qumarbaz, tatillərdə yığılmayan, nə bilim, niyə belə tövə oğrusu, qonşusun qaplarından buğdalara oğruyan, içi parklarda yatan, axmaq adamla evlənərdin? Yox, ağlı başında olan adam elə bir adamla evlənər? Ay sağ ol, bax, zərnişənin də ağlı başında oldu ki, mənlə evlənmədi. Ay Allah'ım ha! Sen de adım dur hocam. Ay, babam da var. Hadi de. Babana. Ne yapacaksın şöyle sen? Ay baba sen ne varsan burada? Dur. Ay yardım ha. Ay baba sen de qocalanda ağlın başından gedirik. Qapını qoy aynadan ne düşünürsən? Bu amdıra kalsın bu həkimi. Hamısı bunun zibillikler ha uyuyup benim dağımdan olur. Həkimin nə günahı var ay baba? Həkim mi deyib sən özünü aynadan tullar? Babana dünən həkimə getmişdim həkimə. Həkim məni müayinə elədi. İğnə dərman yazdı. Dedi bir ay qapıdan çölə çıxma. Mən də ona görə aynadan düşürəm. Nə qalım qalım. Qaçıraya qırağı tut evləyə partiylə. Ay salam aleyküm. Ay hara getsən belə? Qaqa sabah işdə. Mən də işə gedirəm indidən. Lap yaxşı. Yaxşı, sabah işə gedəcəksən, sən indidən necəsən? Qaqa sabahları deyirlər avtobusdan qiyməti qalxacaq 40 qəpik olacaq. Mən də hazır gündən gedirəm ki 30 qəpik verim. Nəyə görə 10 qəpik artıq verməliyəm? Ki belə bir gün daha 2 gündən ola bilsin 500 ona qalır. Ağsaqqal. Nə qabala, kimsə qabala sən, hay? Ağsaqqal. Arxamca qaçırlar. Mənə kömək elə. Öldürəcəklər məni. Məni bir yerdə gizlət. Ne oldu qabala? Ne görüm he? Necə görüm bura? Ay baba, borcum var. Borcusunu da öldürəcəklər məni. Mənə kömək elə, nə olur ay baba. Hə, onda sən bura uzan bura. Gəl gələsələr, deyəcəm bu eşşəyin nənəsidir. Uzan. Yaxşı. Aşağı uzan, aşağı. Salam ağsaqqal. Ay aleyküm selam. Sen kimse qabala. Ay ağsaqqal, bir dənə əclaf var, bu üzə qaçmışdı bəyək. Görmədin ki onu? Hə, yox qadağam, görməmişim qabala, yox. Eləmi? Bu nədir bə burada? Hə, bu baba eşşəkdir, bu da onun nədəsidir. Eləmi, ay ağsaqqal, bu əslində bu nəvə nənəsindən gəzməlidir, babasından gəzməməlidir. Yox qadağam, bu əslində babasıyla gəzməlidir. Yox, ağsaqqal, sən qadan alın. Bu əslində nənəsindən gəzməlidir, babasından gəzməlidir. Mən özüm də kənd uşağı olmuşam. Bir səfər belə şey görürəm. Axmaq, sana deyirəm bu babasıyla gəzməlidir. Hadi ağsaqqal adamsan, axmaq nədir? Mən sana deyirəm ki, nənəsindən gəzir. Hə, mən sana deyirəm bu babasıyla gəzir. Mən də sana deyirəm ki, nənəsindən gəzir. Sən nəyinə lazım? Demək istəsən babamla gedirəm, istəsəm də nənəmlə. Gözüm yoldadır. Alagöz. Ey, boşsan. Qadan boşam. Hafta bağlama neçə yaparsan məni? Qaqa 5 manat verərsən də gəl otur. Yaxşı qadınam, yaxşı. Qapıdan, buradan yox, qapıdan. Dal qapıya. Bu onsa piyanlı açarını istirik. Bunun pulunu alım, yola salım geçsinler, bunu aldarım. Gedək mi? Hə, gedək.
Qardaş çatdıq düş. Ala, su qalsın. Sağ ol, sağ ol. Oy da, deyən başa düşdü. Mən niyə budun aqa? Bir də maşını elə möhkəm sürmə. Öldürmüşdün məni. Mənim elə xonçalarım oynamır. Doğru gələ. Bu nə edir? Yox, bundan soruşacağım. O nə ilə gəzir? Salam ay qardaş. Salam. Qadanam, olay sabit sual verim. Hə, buyur, ver. Qaqa, xətrinə dəyməsin, bir söz deyəcəm. Sən başın işləyir. Ona danışıq, nə deyəsən? İşləyir, nə işləmir ki? Yaxşı, sən dəlixanadan zaten qaçmıysan. Yox, yox. Sən qadanal, bayaqdan arxından gəlirəm. Və sən niyə belə gəlsən? Çoxsan görüm, sən uşaqlarla parkdan gəlirəm. Uşaqları gəzdirməkdən gəlirəm. Mənlə məzələnsən sən, burada şox var. Çoxsan görüm, sən uşaqları. Uşaqlar parkda qalır. Mən lağıracam, ha.